Sizlərə şəxsi tikili əsas prospekt yola yaxın belə bir gözəl həyət evi göstərəcəm. Üst örtüyün avesi də var. Ən əsas o da evin kupçası var. 1,75 sotda tikilmiş bir evdir. Şəxsi tikili evdir. Put darvazası, əl qapısı ayrıdır. Yay üçün mətbəx ot hissəsində var. Gördüyünüz avesinin bu hissəsində ən az 30-40 nəfərlik bir gözəl bir məclis yola vermə yolu həyətdən 2 maşın rahat şəkildə keçir. Evin üz görünüşünü bir daha göstərim. Cam balkon hissəsi var, bağlı balkon hissəsi var. Pəncərələr məhəccərə vurulub, kupçalı və evin giriş hissəsində burasında çöl üçün nəzərdə tutulmuş ayaq yolusu var. Bu evin 3 ədəd sanitar qovşağı var. Evin içində 2 dənə, bir dənə də çöldə. Bir daha bu hissəni göstərim. Alana satan Allah xeyrini versin. Buradan ilişki olaraq deyim və keçə evin içində olan şərti göstərim. Daxil olmuşuq. Mətbəx, qonaq otağı, iç divarlar qoşadaşdır. Evin İçinin görünüşüdür. Qonaq otağı 2 pəncərə iləndir. Çalışacağım qısa şəkildə hamısını göstərim. Evin içi kupçada 115 kvadratdır. Kupçası var, qanun notarial qaydalı qısaltma olacaq. Burada bizdə kombi yeri, burada bizdə mətbəx 155 min manat qiymətli əşyalardan qalacaq. Kombisi və bu mətbəx mebeli. Qalan əşyalar çıxacaq. Əşyalar maraqlı olsa, digər əşyaları pulun qalında saxlamaq olar. İkinci mərtəbəyə qalxmışıq. İkinci mərtəbə ümumi görünüşü bağlı eyvana çıxışı var. Otaqlar dəhliz vasitəsilə bölünür. Otaqların hamısını bir-biri göstərib. Tam kupçalı Masazır qəsəbəsi əsas yola yaxın. Özünüzdə şəxsi tikili vaxtlarsa qasırmana dəyməz. Döşəməsi laminat yuxarı mərtəbədə də böyük pəncərələrdir. Qiymət 155 min manat. Alana satan Allah xeyrin versin. Bu da sonuncu yataq otağı. Burada bizdə ikinci mərtəbə öz hamam otağıdır. Tam təmiz. Və burada da bağlı eyvanı. Alana satan Allah xeyrin versin. Kanalımıza abunə olun, şərh bölməsində şərhlərinizi gözləyirik.